Qazana qatıq, xama, yumurta, un, duz əlavə eləyib mikserlə gözəl çalacağım. Doğu üçün nəzərə alınan kütlə mikserlə çalanda bu cürlə gözəl hamar olur. 1 stəkan su əlavə edirəm və qarışdıra-qarışdıra qaynamağını gözləyirəm. Doğada düyü gec bişir. Ona görə də doğu üçün nəzərə alınan suyun miqdarında düyünü bişirib əlavə eləyirəm qaynar doğuya. Fikir verdinizsə, çox gözəl görünüşü var, hamardır və mən qaynayan doğanın içinə göyərtiləri əlavə edirəm. Artıq doğğa qaynara düşür və mən qazanın altını söndürürəm. Çox qaynatmıram. Mən istəyirəm ki, doğam çox gözəl ətirli olsun. Kaş ki bir anlıq mənim yanımda olasınız. Bəh, bəh, bəh. Burada bir ətirlər var ki, siz bir dənə bu doğanın gözəlliyinə baxın və sizə bir faydalı məsləhət. Ən hiss elədiniz ki, hazırladığınız doğğa qatıdırsa, südü qaynadın, soyudun və qatılığını ayarlayın. Sizlərə nuş olsun.